Öz eyblərinizi tapmaq istəyirsinizsə, bir dənə qayda deyirəm sizə. Başqalarının eybinə başınız çox qarışmasın. Başqasının eybinə hədisdir bu. Çox baş qarışanda adam öz eyblərini düşünə bilmir. Bədəli budur. Fikir vermişsiniz, bəzi adamların işi gücü peşəsi odur elə. Oturdu məsələn məhəllədə, bəzi qadınlar, bəzi kişilər, 2-3 nəfər yığıldı bir yerə. Birinci blokdan başlanılır, filan mərtəbə, filan o şehirdən düşəni gördün, bu hardan gəlir görəsən, bu hara getdi görəsən, filan kəsi filan, 2 saat maşallah başladılar. Belə insan məhrumdur. Öz eyblərini bilməyəcək. Həmən eyblərlə dəfn olacaq. Qiyamətdə göstərəcəklər. Qiyamətdə insanı insana göstərəcəklər. Ayə bax, iqra kitabək, oxu kitabı. De gör, nə yazmısan esən. Əsər yazmısan maşallah, qəşəng müəllifsən sən.